Salam, axşamınız xeyir. Mən yenə dərs başında, lakin bu dəfə yeni başlayanlar üçün əlifbanın önəmli hərflərini sizə izah edəcəm. Alman dilini daha rahat mənimsəmiş olacaqsınız. Sona qədər izləyin. Hər kəsin qarışdırdığı və anlaya bilmədiyi hərflərlə sizi tanış edəcəm. Gördüyünüz kimi birinci qeyd etmişəm. SZ S şəklində tələffüz olunur. Straße, Straße, Straße. Daha sonra tez-tez rast gəldiyimiz daha bir hərf. Bu E kimi tələffüz olunur. A umlaut deməkdir. A umlaut. A umlaut. Ärztin. Gördüğünüz kimi E şəklində tələffüz olunur. Ärztin. Ärztin. Daha sonra V hərfi tələffüzdə W hərfi İngilis dilindən sizə tanışdır. V kimi tələffüz olunur. Sözdə də göstərək nümunə. Wirklich, wirklich. V kimi tələffüz olunur. Sonra sözün əvvəlində Z hərfi, bizim Z hərfimiz onlarda C olaraq tələffüz olunur. C. Zum Beispiel Zeit. V hərfi F kimi tələffüz olunur. Zum Beispiel Vielleicht, vielleicht, vielleicht. H hərfi elə H kimi tələffüz olunur. Sözün əvvəlində gələndə oxunur. Hoch, hoch, hoch. Ortada gələndə isə H hərfi oxunur. Zum Beispiel tələffüzdə olacaq. Höhepunkt, Höhepunkt. Sözün ortasında gəldiyi üçün H hərfini tələffüzdə səsləndirmirik. Höhepunkt. Gəldik R hərfinə. Əvvəldə və ortada gəldikdə G kimi, sonda isə A kimi tələffüz olunur. Zum Beispiel sonda gəldiyi üçün aba olaraq tələffüz olunur. Burada sizin üçün hazır yazdım. T, S, C, H tələffüzdə Ç kimi səslənir. Deutschland. Gördüyünüz kimi T, S, C, H hərfləri birlikdə Ç kimi tələffüz olunur. S, C, H Ş kimi tələffüz olunur. Schwester, Schwester. Və burada daha öncə qeyd etdiyim kimi R sözün sonunda gəldiyi üçün A kimi tələffüz olunur. Schwester. S, T, S, P, Ş kimi, yəni samitlə birləşik olanda Ş kimi, saitlə birləşik olanda Z kimi tələffüz olunur. Sieben,
də olduğu kimi. Diftonqlarla isə e-i birləşməsi ay kimi tələffüz olunur. Mein, i-e sieben, e-u oy heute, oy kimi. Umlaut, e isə oy kimi tələffüz olunur. Siz bunları bildikdən sonra bütün ifadələrdə tələffüz etməkdə çətinlik çəkməyəcəksiniz.